Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə ünvanlı dövlət sosial yardımının qaydalarının yenidən dəyişməsi ilə bağlı ətraflı şəkildə məlumat verəcəyik. Ünvanlı dövlət sosial yardımının qaydaları yenidən dəyişir. Hansı tarixdən dəyişəcək və hansı qaydalarla ünvanlı dövlət sosial yardımı bundan sonra veriləcək vətəndaşlara, hansı ailələr sosial yardım ala bilməyəcək, hansı ailələr daha rahat sosial yardım ala biləcək, ətraflı şəkildə məlumat verəcəyik. Bütün qaydalardan xəbərdar olmaq üçün, dəyişən qaydalardan xəbərdar olmaq üçün videonun sona qədər izləyin. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə sosial yardımla bağlı video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, ilk qayda dəyişikliyimizə keçid edək. İlk qayda dəyişikliyimiz pay torpağı ilə bağlıdır. Adına pay torpağı olan şəxslər videonu diqqətlə izləsinlər, sona qədər izləsinlər. Pay torpağı ilə bağlı bir sıra dəyişikliklər var. Adında pay torpağı olub, pay torpağına vöyün açıb, sun kod alıb, vergi ödəyərək sosial yardıma sənəd göndərib, sosial yardım alan şəxslər diqqətli olmalıdırlar. Çünki yeni qayda dəyişikliyinə əsasən 10 iyuldan etibarən adında vöyün olan şəxslərin dövlət tərəfindən aldığı pensiya, təqaüd və işsizliklə bağlı müavinətlər, əlillik pensiyası kəsilə bilər. Bilirsiniz ki, bir çox ailələrdə pay torpağı var və onlar vöyün açaraq, sun kod alaraq sosial yardıma sənəd göndərir. Pay torpağı isə bir çox hallarda sənədlə yaşlı şəxslərin adında olur. Məsələn, 95-ci, 96-cı illərdə paylanan pay torpaqlarının bir çoxu ailə başçılarının adına rəsmiləşdirilib və hazırki o dövrdən qalan ailə başçılarının isə 65-70 yaş arası yaşları var. Və buna görə də həmin şəxslər dövlətdən hər hansı bir pensiya, təqaüd, müavinət alırlar. Bəziləri isə əlillik pensiyası alır və onlar Azərbaycanda pensiya haqqında qanuna əsasən əgər adlarına hər hansı bir vöyün asdıqda və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda onların pensiyası, təqaüdü və əlillik müavinətləri dayandırılacaq. Növbəti aydan isə qeyd edim ki, pensiyalan şəxslərin adına pay torpağına vöyün açılıb, sun kod alındıqda həmin şəxsin pensiyası, sosial müavinəti və ya işsizliklə bağlı müavinəti, əlillik pensiyası dayandırılacaq. Bununla bağlı növbəti videomuzda daha ətraflı məlumat verəcəm. Nə etmək lazımdır? Onu da izah edəcəm hörmətli izləyicilər. Növbəti qayda dəyişikliyimizə keçək. 10 iyuldan etibarən asan xidmət sosial yardım üçün ailə tərkibi haqqında araşı verməyəcək. Bununla bağlı daha əvvəldə dəyişiklik olmuşdu. Bu dəfə isə fərqli bir dəyişiklik olub. Ümumiyyətlə asan xidmət ailə tərkibi haqqında araşı sosial yardım üçün yazıb verməyəcək. Bilirsiniz ki, Azərbaycanda sosial yardım üçün ailə tərkibi haqqında araşı alıb, notariusda təsdiq edib, elektron ərizə alıb, müraciət göndərmək tələb olunur. Və bu da bir çox ailələrdə çətinlik yaradır. Çünki bir çox ailələr rayondan gəlib Bakıda yaşayır və qeydiyyatda olduğu yer rayon olduğu üçün Bakıda onlar araş ala bilmir və asan xidmət mərkəzlərinə üz tuturlar, oradan araşı yazdırıb alırlar və sosial yardıma sənəd göndərirlər. Bir çox hallarda isə onlarda problem olmur, asan xidmət verdiyi araşda və təyinat verilir. Ancaq növbəti aydan etibarən asan xidmət mərkəzləri sosial yardım üçün ailə tərkibi haqqında araşı müraciət edən vətəndaşlara verməyəcək. Digər işlər üçün ailə tərkibi haqqında araşı almaq olar. Məsələn, iş yeri üçün, digər sahələr üçün ailə tərkibi haqqında araşı ala biləcəksiniz. Ancaq sırf sosial yardım üçün ailə tərkibi haqqında araşı isə asan xidmət yazıb verməyəcək. Bunun üçün yalnız qeydiyyatda olduğunuz və ya müvəqqəti qeydiyyatda olduğunuz ərazi üzrə icra nümayəndəliyinə yaxınlaşaraq ailə tərkibi haqqında araşı yazdırıb almalısınız. Bu da digər bir çətinlikdir. Növbəti qayda dəyişikliyimiz isə 10 iyuldan etibarən ailənin sosial yardımla bağlı birinci müraciətinə ailə üzvlərinin verdiyi yalan məlumata görə imtina gəldikdə ailənin ikinci müraciəti sistem tərəfindən məhdudlaşdırılacaq və ya təkrar yoxlanış çox gec müddətə, təqribən 30 gündən çox müddətə keçiriləcək. Məsələn, siz ünvanlı sosial yardıma müraciət göndərmisiniz, sizin evinizdə yoxlanış keçirilib və yoxlanışda hər hansı bir verdiyiniz məlumat yalan olub və bu da yoxlanışa gələn şəxslər tərəfindən aşkar olunduqda sizin müraciətinizə onsuz da imtina verilir və sistem tərəfindən sizin növbəti müraciətiniz də məhdudlaşdırılacaq və ya məhdudlaşdırılmasa belə növbəti müraciətinizdə yoxlanış 30 gündən çox gecikəcək hörmətli izləyicilər. Bunun üçün çalışın ki, yoxlanış keçiriləndə yalan məlumat qeyd etməyəsiniz. Növbəti qayda dəyişikliyimiz 10 iyuldan etibarən ünvanlı sosial yardım alan bütün ailələr üçün planlı şəkildə təkrar monitorinqlər keçiriləcək. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan və sosial yardım alan ailələr üçün 6 ayda 2 dəfə olmaqla 1 ildə 4 dəfə yoxlanış, digər rayonlarda yaşayan sosial yardım alan ailələrə isə 6 ayda 3 dəfə olmaqla 1 il ərzində 6 dəfə yoxlanış keçirilə bilər. Rayonlarda yaşayan vətəndaşlar üçün isə 6 ayın ilk 3 ayında hər bir ayda yoxlanış keçirilə bilər hörmətli izləyicilər. Bu da
önemli bir qayda dəyişikliyidir. Növbəti qayda dəyişikliyi 10 iyuldan etibarən icra hakimiyyəti və tabeliyindəki qurumlar tərəfindən ailələrin siyahılaşdırılması həyata keçiriləcək. Ailə tərkibi düzgün göstərməyən şəxslərin sosial yardımı dayandırılacaq. Növbəti aydan etibarən icra hakimiyyəti və tabeliyindəki qurumlar Bakı ərazisində qeydiyatsız yaşayan ailələrin evlərini monitorinqlər keçirəcəklər. Hansı ailələr qeydiyyatda yaşayır, müvəqqəti qeydiyyatda yaşayır, kirayə yaşayır, qohum evi kimi yaşayır və s. Bu kimi statusları dəqiqləşdirmək üçün yoxlanışlar keçirəcəklər və ailə tərkibini soruşacaqlar. Əgər ailə tərkibi düzgün göstərilməyibsə və həmin ailə sosial yardım alırsa, ailə tərkibini düzgün göstərilməyibsə, bu icra hakimiyyəti qurumu tərəfindən müəyyən olunacaq və məlumat Sosial Müdafiə Fonduna ötürüləcək. Elektron sistemdə ailənin düzgün tərkibdə göstərilmədiyi müəyyən olunduqda isə həmin ailənin sosial yardımı dayandırılacaq və həmin ailəyə 1 illik məhdudiyyət qoyulacaq. Bu barədə də diqqətli olmanızı tövsiyə edirik. Növbəti qayda dəyişikliyimiz 10 iyuldan etibarən işə yazılma ilə sosial yardıma müraciət edən ailələrin müraciətinə xüsusi komissiya tərəfindən baxılacaq. Əgər ailə üzvünün həmin işdə həqiqətən işləmədiyi və işin saxta olduğu aşkar olunduqda ailənin sosial yardıma bağlı müraciətinə imtina veriləcək və həmin ailənin sosial yardıma bağlı müraciətinə əlavə olaraq 1 illik məhdudiyyət qoyulacaq. Sizin evinizə təkrar yoxlanış keçiriləcək və ya ilk yoxlanış zamanı müəyyən olunsa ki, sizin işiniz həqiqi iş deyil, işə yazılmadır, bu zaman sizin sosial yardımınıza 1 illik məhdudiyyət qoyulacaq. Bir çox ailələr iş yeri olmadığı üçün məcbur hər hansı bir şirkətlərdə, hər hansı bir ücretlərdə və ya hər hansı bir sahibkar vasitəsilə saxta iş yerləri özləri üçün yazdırırlar. İşə getmədən sosial yardım alırlar. Yəni həqiqətən o işdə işləmirlər. Sadəcə vergi ödəyib sosial yardım alırlar. Yoxlanış keçirilən zaman da bu barədə xüsusi komissiya tərəfindən araşdırmalar aparılacaq. Həmin ailəyə verginin özün ödəməsi və ya hər hansı bir səbəbdən işə getməməsi, bu kimi halları dəqiqləşdirəcəklər. İş yeri ilə də maraqlanıb, həqiqətən də iş yerinin saxta və ya həqiqi olduğu müəyyənləşdiriləcək. Əgər həqiqi deyilsə, saxta iş yeridirsə, bu zaman sosial yardım dayandırılacaq və birlikdə stop qoyulacaq. Növbəti qayda dəyişikliyimiz 10 iyuldan etibarən sosial yardıma müraciət zamanı rəsmi işləyən və əmək haqqını kartla alan ailə üzvünün kartına kənardan daxil edilmiş vəsaitlər ailənin əlavə gəlirləri olaraq hesablanacaq. Əgər siz rəsmi işləyirsinizsə və kartı qeyd edim ki, əmək kartı, əmək haqqı kartı varsa sizdə, maaşı da kartla alırsınızsa, kənardan maaş kartınıza pullar atmayın. Çünki bundan sonra növbəti aydan etibarən kartınıza baxılacaq və kənardan daxil etdiyiniz, məsələn, e-manat aparatından maaş kartınıza 50 manat pul daxil edirsiniz. Hər hansı bir alış-veriş etmək üçün və ya dostunuz sizə 50 manat, 100 manat pul göndərir. Bunlar da sizə gəlir olaraq hesablanacaq. Buna görə də növbəti aydan etibarən maaş kartına kənardan pullar daxil etməyin. Növbəti qayda dəyişikliyimiz 10 iyuldan etibarən sosial yardım üçün müraciət edən ailənin üzvlərinin bank hesabları və debet kartlarına daxil olan külli miqdarda vəsaitlər olduğu halda bank tərəfindən həmin vəsaitlər dondurulacaq və Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu kimi dövlət qurumlarına məlumat veriləcək. Bu halda isə ümumi sosial yardıma da imtina veriləcək, hörmətli izləyicilər. Ay ərzində icazə verilən dövriyyə limiti 3000 manata qədər müəyyən edilir. Yəni siz ay ərzində şəxsi debet kartlarınıza 3000 manata qədər vəsait yüklədikdə, göndərdikdə bu sizə problem yaratmayacaq. 3000 manatı keçdikdə isə bu şübhəli əməliyyat sayılacaq və bank tərəfindən məlumatlarınız dondurulacaq. Bu məlumatlar isə Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ötürüləcək. Vergilər baxımından sizin üçün problemli, çünki dövlətə vergi ödəməli olacaqsınız, ÖYN açmalı olacaqsınız. Sosial Müdafiə Fondu baxımından isə sizin sosial yardımınıza imtina veriləcək. Növbəti qayda dəyişikliyi ümumi sosial yardım üçün müraciət edən ailəyə son 12 ay ərzində məşğulluq mərkəzi və digər dövlət qurumları tərəfindən ölkə üzrə müəyyən edilmiş ehtiyac meyarı 300 manatdır. Azərbaycanda hazırda 12 misli miqdarında maddi dəstək verildiyi halda müraciətə sistem tərəfindən imtina ediləcək. Məşğulluq mərkəzi tərəfindən verilən mal-qara, ev quşları, digər təsərrüfat heyvanları və şəxsi biznes üçün dəyəri 3600 manatdan yüksək olan avadanlıqlar verildikdə sosial yardıma bağlı müraciətə imtina ediləcək. Hörmətli izləyicilər, videomuz yekunlaşdı. Növbəti videoda ümumi sosial yardıma bağlı bəzi qayda dəyişikliklərini ətraflı şəkildə izah edəcəyik. Adına maşın olan şəxslər sosial yardımı necə rahat ala bilər? Adına pay torpağı olan şəxslər nə etməlidir bundan sonraki prosesdə?
və digər sosial yardım ala bilməyən, adına iş yeri olmayan və ya digər problemlərdən sosial yardım ala bilməyən ailələr bundan sonra nə etməlidirlər ki, sosial yardım ala bilsinlər və ya sosial yardımda problem yaşayan ailələr nə etməlidirlər ki, problem yaşamasınlar? Bunu növbəti videoda ətraflı şəkildə sizlər üçün izah edəcəyik. Bu videomuz sizə yekunlaşdı. Videonu mütləq bəyənin ki, video daha çox sosial yardım alan ailənin qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə videonu paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Növbəti videoda görüşmək ümidi ilə.